6 bindən düşə bilər deyə müəllimə. Hər kəsə salam uşaqlar, kanalıma xoş gəldiniz. Bugün sizin mənim hamılıqla, səbirsizliklə gözləmiş olduğumuz bir video çəkirəm. Nəyi? Bəli, şam bitənə qədər dərs çalışacaq bugün. Amma kommentin başlığında da yazdığım kimi bitəcəkmi? O haqqda bir şey deyə bilmirəm. Bitən şama oxşamır. Amma nəsə çalışacağıq ki, maksimum dərəcədə eləyək. Ən azından Azərbaycana bu video formatını ilk dəfə mən gətirirəm. Deyə həm çox fərqli bir video olacaq, həm də maraqlı bir təcrübə də olacaq o cümlədən. Bu arada başda onu da deyim ki, yəni dərs çalışmadığım müddətlərdə bunu söndürəcəm ki, əlavə yerə getməsin. Dərs çalışmadım deyirəm. Nəyə dərs çalışmadım? Yəni aralarda istirahət verəndə onu boş-boşuna getməsin deyə şamı söndürəcəm təbii ki də. Və elə isə başlayaq. Bəli. İndi şamı açmaq istəyirəm. Bunu hazırlıq başlığından almışam. Hələ də saxlayıram. Bu videonu gözləyirdim çəkməyimi. Belə göstərim. Və möhtəşəm spirskalarımızı götürək. Fövqəladə hallar gələcək birazdan. Qaranlıqda baxaq. Ruh çağıraq gəlin, ruh gəl. Şabada otururduq və ruh çağırırdıq. Nəsə. Qoyaq. Qoyaq bu tərəfə. Gəlin bir yerdə başlayaq. Bu həm belə huzur verici olur, belə yanmaqla, həm də ki, ən azından, yəni məsuliyyət hiss elətdirir və fərqli təcrübədə sizə də tövsiyə edirəm. Şərt deyil video çəkəsən də. Özünüz üçün evdə bu deneyimi də yaşaya bilərsiniz. Deməli, nələr elədim? Hələ ki deyirəm. Bu qədər eləmişəm. Bugünə planım 60 dənə idi. Amma onun 46-sını bitirdim. Və deməli, normalda 230 neçəsə testim var. Hardasa 240-a yaxındır. Bugünün testi 60 dənədir. Ona görə çalışacağam 60 dənəsi eləyim, amma indi başqa bir dərsə keçirəm. Böyük ehtimal tarixə keçəcəm indi. Amma bu şamdan heç gözüm su içmir açığı. Çünki bu heç qutarana oxşamır. Səhərdən qoymuşam eynidir. Yəni nətər ola bilər bu? Mənə çatmır da bu. Səhərdən 1 saatdan çox olar ki, eyni vəziyyətdədir. Belə bir şey olar. Deməli, məndə belə bir sayı var idi. Keçən ilin sayıdır da. Nəsə, bu artıq istifadəyə yararlı deyil və mən getdim bu il təzəsini aldım. Bu yeni nəşr, güya dəyişiklik oldu da yeni nəşr. Əslində olunubdur. Amma artıq bunu bir nəfər isyan eləməlidir. Mən də bunu ictimailəşdirirəm. Həqiqətən bu tarixə, bu dimə səslənirəm. Arada bir bizi də nəzərə alsınlar. Yəni necə? Gündə biri dəyişikliklər eləyirlər. Bu il bu tayfanın, nə bilim, bu qədər vilayət var, yazırlar. Gələn ildə başqa bir tayfan. Yəni bu artıq bundan elədikləri bilsiz nətər saçmalıqdır da. Valla biz yazığıq. Yəni nə olar ki, bunu nəzərə alsaz? Hər il kitab dəyişir, hər il qayda dəyişir. Azərbaycan dili fonetikası ilə gündə bir qayda çıxır. Məsələn, mən bilən rayon yenilərində başqa bir şey keçirlər. Burada başqa, yəni bu uşaqlar yazıqdılar. Nəzərə alın ki, cəmaatın balası oxuyub, yaxşı yerdə işləmək istəyir. Biraz insafınız olsun.
Deməli, bu şam dünəndən bugünə yanır. Amma bitmək bilmir. Yəni, həqiqətən bitən şama oxşamır. Mən bu videonu çəkəndə araşdırma eləmişdim, düzdür. Şamı alandan sonra elədim, gərək əvvəl eləyərdim. Bu tip videolarda balaca şam alırlar ki, hansısa şam gecələyir, tez qutarsın. Mən də gedib tutmuşam ən böyüyündən. İndi qutarmaq bilmir. Bilmirəm nə olacaq. Düzdür, yarısı gedib bəlkə də. Nə işə düşdüm mən bilmirəm. Ən azından bunu eləməyə çalışıram. Dünəndən bugündən tarix oxumuşam. İndi hal-hazırda Azərbaycan dili eləyirəm. Sonra ingilis dilini oxumuşam. Ona çəkmədim çünki ingilis sözlüyüdə elə bir şey yox idi öyrənməyə falan. Sonra riyaziyyat yazmışam. Dərslərin yarısından çoxu gedib, bu şam hələ də eyni vəziyyətdə qalır. Mən bilməm artıq nə olacaq bunun axırı. İkinci bölməsində qutardım faizinə görə ədədin tapılmasını. Bu qədər oldu və şam tarix hazırlığım var deyə bu hələ elə bil bugün birinci gündür da, hələ üçüncü gündür riyaziyyat. Bunu hələ var da, yəni qutara bilərəm. Ona görə tarix oxuyacağam indi daha çox. Şam da nə qədər qalıb deyə bilərsiniz, rəfitə dönübdür. Amma yəni bayağı azalıbdır. Yəni ilk halına baxdım videolarda, yox çox azaltmış. Demək bu il çıxan topludur. Oradan işləyib. Bir dənə tarix oradan işləyib. Qalanında müəllimlər dedi fərqi yoxdur. Əslində fərqi yoxdur. Mən də yəni eşləşdirirəm bundan əvvəlki toplunu. Sadəcə sualların yeri dəyişib, variantların yerləri dəyişib. Və bu da təbii ki donub. Nəysə də, yəni ki su kimi deyil ən azından. Və indi nə edəcəm? Demək dərsə gedəcəyik təbii ki də. Saat 6-da hazırlığım var, indi isə 5-10 dəqiqə işləyibdir. Desəm tarixdən yenə bir təkrar edeyim. Bir də başdan gedək və vaxt qalsa riyaziyyatdan 30 dənə tapşırıqda işləmək istəyirəm. Çünki bugün hədəfi 120 idi və 90-ı gedibdir, 30-u qalıb. Gün ərzində eləyə bilərəm, hazırlıqdan da sonra orada böyük bir şey yoxdur. Yəni belə, başqa da dərs qalmadı. Wow, dərs qalmadı. İndi isə tarixlə davam edək. Bu dəfə dərslikdən oxuyacağım. A few moments later. 12 seconds later. 2,000 years later. Tomorrow. Day 2. Və bəli, bu dərslərin hamısını oxudum. İndi isə qaçıram hazırlığa. Bu şam qutarmaq bilmir. Və hazıram. Evdən çıxmağa hazırlaşıram. Mən hazıra getdim, gəldim. Getdim də, gəldim də, bitdim də. Bu bitmək bilmədi. Mən hələ də burada sırtı kimi baxır. Ne yapacağız seninle böyle? Sen bitmedi böyle.
Qısa özət keçim indi nə etmək istəyirəmsə, demək riyaziyyatdan demişdim, gələndə tapşırıqları bitirməliyəm. 30 dənə o qaldı, onu bitirəcəm. Hətta çox da yaza bilərəm. Əlimə düşdü, getdisə yazacağam. Plan proqramıma baxım görüm nəyim qalıbdı. Demək belə bir şey oldu uşaqlar. Yes be. Axır ki. Şam bitdi. Şükür. Necə bitdi? İndi sizə göstərəcəm o bir kamera ilə. Baxın, deməli bunu qaldıranda belə əridi. Özünün bu yanan hissəsi də əridi, yerə düşdü. Bu şəkildə əridi, yəni ki, bitdi. Özü də söndü daha.